Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli, Polşa Elmlər Akademiyasının Sistem Araşdırmalar İnstitutunun əməkdaşı, Springer nəşriyyatının 7 kitab seriyasının və 2 jurnalının baş redaktoru, süni intellekt üzrə tanınmış mütəxəssis akademik Janus Kaçbirzak ilə görüşüb. Görüşdə çıxış edən akademik İsa Həbibbəyli qeyd edib ki, bugün akademiyada humanitar və ictimai elmlər üzrə mühüm tədqiqatlar aparılır və süni intellektin bu elm sahələrində tətbiqi imkanları araşdırılır. Akademiyanın elmi nəşrlər sayəsində zəngin təcrübəsi olduğunu deyən akademik İsa Həbibbəyli bugün AMIyanın riyaset heyəti və institutları tərəfindən 30-dan artıq jurnalın çap edildiyini bildirib. Diqqətə çatdırıb ki, bu nəşrlərdən 5-i nüfuzlu Scopus bazasına daxildir və beynəlxalq elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. AMIya rəhbəri digər elmi jurnalların da səviyyəsinin qaldırılması, Scopus və Web of Science kimi nüfuzlu bazalara daxil edilməsi istiqamətində işlər həyata keçirildiyini söyləyib. Həmçinin akademiyada işi üzü görən samballı nəşrlərin və keçirilən nüfuzlu konferansların materiallarının Springerdə çapı ilə bağlı təkliflərini bildirib. Sonra çıxış edən akademik Janus Kaçbirzak Springer nəşriyyatında rəhbəri olduğu kitab seriyaları barədə məlumat verib. Səsləndirilən təkliflərə dair şəxsi təcrübəsini bölüşüb. O həmçinin AMIya ilə gələcək əməkdaşlıq istiqamətlərinə dair təkliflərini təqdim edib. AMIyanın elm nəşriyyatının direktoru, filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov isə çıxışında humanitar və ictimai elmlərdə süni intellektin tətbiqi mövzularında akademik kitab seriyalarının Springer nəşriyyatında çapını təklif edib. Çıxışlardan sonra qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib. Qonaq həmçinin AMIyanın riyaset heyətinin binası, buradakı Meridian zalı və Akademiya muzeyi ilə tanış olub. AMIyanın tarixi barədə məlumatlandırılıb. Leyli Namik qızı, Ziya Xudiyev, Fərid Həşimov, Elm TV.